Biyologiyanı seçdiniz. Sizə uğurlar. Çox sağ olun. Başlayırıq. Pələng təzə doğulmuş balasını nə ilə bəsləyir? Süt. Düzdür. Məməlilərdə neçə qulaq heyvanı İki. olur? Düzdür. Adi şamın toxumları nə vasitəsilə Külək. ətrafa yayılır? Düzdür. Buynuz meyvə kəlmə aiddir yoxsa noxuda? Düzdür. İnsan asqarida hansı əzələlərin köməyi ilə dalğavari hərəkət Uzunma. edir? Düzdür. Öküz solterinin neçə sormacı Dörd. olur? Düzdür. Yarpaqlardakı fotosintez edici toxuma hansı Əsas. toxuma qruplardır? Düzdür. Neşterçədə ifrazat orqanı nefrlərdir yoxsa Nefritlər. böbrəklər? Düzdür. Hansı yoxsuna həm də dəniz kələm Laminariya. deyilir? Düzdür. Lobiya bitkisinin kök sistemi hansıdır? Milkök sistem. Düzdür. İnsanın həzm kanalında qulaqla mədə arasında borusu. hansı hissədir? Düzdür. Qızının protalında sporlar geçir Qametlər. yoxsa qametlər? Düzdür. May böcəyinin neçə bığcığı olur? 2. Düzdür. Qeyri-üzvü maddələrdən üzvü maddə Avtotrof sintez edən canlıları orqanizm. düzdür. Bitki gövdəsində kambi ilə özü arasında əsas qat necə adlanır? Oduncaq. Düzdür. Giriş və çıxış sifonları anadonta Anadonta aiddir yoxsa? aiddir. Düzdür. 16 doğru cavabı oldu Fəridin. Bravo! Heç bir dəfə də səhv eləmədiniz. Biyologiyanı seçdiniz. Sizə uğurlar. Çox sağ olun. Başlayırıq. Pələng təzə doğulmuş balasını nə ilə bəsləyir? Süt. Düzdür. Məməlilərdə neçə qulaq heyvanı İki. olur? Düzdür. Adi şamın toxumları nə vasitəsilə Külək. ətrafa yayılır? Düzdür. Buynuz meyvə kəlmə aiddir yoxsa noxuda? Düzdür. İnsan asqarida hansı əzələlərin köməyi ilə dalğavari hərəkət Uzunma. edir? Düzdür. Öküz solterinin neçə sormacı Dörd. olur? Düzdür. Yarpaqlardakı fotosintez edici toxuma hansı Əsas. toxuma qruplardır? Düzdür. Neşterçədə ifrazat orqanı nefrlərdir yoxsa Nefritlər. böbrəklər? Düzdür. Hansı yoxsuna həm də dəniz kələm Laminariya. deyilir? Düzdür. Lobiya bitkisinin kök sistemi hansıdır? Milkök sistem. Düzdür. İnsanın həzm kanalında qulaqla mədə arasında borusu. hansı hissədir? Düzdür. Qızının protalında sporlar geçir Qametlər. yoxsa qametlər? Düzdür. May böcəyinin neçə bığcığı olur? 2. Düzdür. Qeyri-üzvü maddələrdən üzvü maddə sintez Avtotrof edən canlıları orqanizm. düzdür. Bitki gövdəsində kambi ilə özü arasında əsas qat necə adlanır? Oduncaq. Düzdür. Giriş və çıxış sifonları anadonta Anadonta aiddir aiddir. yoxsa? Düzdür. 16 doğru cavabı oldu Fəridin. Bravo! Heç bir dəfə də səhv eləmədiniz.